Salam, tarix dərsləri seriyasına xoş gəlmisiniz. Bu seriyada din proqramına uyğun olaraq bütün tarix mövzularını sadə, qısa və yadda qalan formada öyrənəcəyik. İlk dərsimiz tarix fənninə giriş mövzusudur. Elə isə vaxt itirmədən videoya keçək. İlk olaraq birlikdə tarix nədir sualına cavablandıraq. Tarix keçmişi öyrənən bir elmdir. O keçmişdə insanların həyatında hansı hadisələrin baş verdiyini, insanların həyatlarından necə dəyişib indiki şəklə düşdüyünü öyrənir. Tarix elminin əsası biz bilirik ki, qədim Yunanıstanda qoyulmuşdu. Eradan əvvəl 5-ci əsrdə də Yunan alimi Herodot ilk dəfə tarix ifadəsini işlətmişdi. Həmçinin Herodotu tarixin atası da adlandırırdılar. Daha sonra Azərbaycanda tarix elminin inkişafı barədə biraz danışaq. Azərbaycanda tarix elminin inkişafı 19-cu əsrə təsadüf edir. Bu isə Abbasqulu Ağa Bakıxanovun adı ilə bağlıdır. Belə ki, Abbasqulu Ağa Bakıxanov bu dövrdə Gülüstan-ı İrəm əsərini 1841-ci ildə yazaraq Azərbaycan tarixşünaslığının da əsasını qoymuş olur. Bəşəri cəmiyyətin tarixi 4 dövrə bölünür. Qədim dövr, orta əsrlər dövrü, yeni dövr və müasir dövr. Hər bir dövrün özünə məxsus inkişaf mərhələləri vardır. Qədim dövr, burada da qeyd etdiyim kimi, insanların meydana çıxmasından 476-cı ildə Qərbi Roma imperiyasının süqutuna qədər olan dövrdür. Həmçinin bu dövrün inkişaf mərhələsi ibtidai icma cəmiyyəti və quldarlıq cəmiyyətidir. Onların da özlərinə məxsus xüsusiyyətlərini aşağıda qeyd etmişəm. Buradan istəsəniz oxuya bilərsiniz. Orta əsrlər dövrü. Orta əsrlər dövrü 476-1640-cı illəri əhatə edən bir tarixi dövrdür. Bu dövründə əsas inkişaf mərhələsi feodalizm dövrüdür. Yeni dövr 1640-1918-ci illəri əhatə edən dövrdür. Bu dövrün inkişaf mərhələsi isə kapitalizm mərhələsidir. Son olaraq müasir dövr. Müasir dövr isə 1918-ci ildən bu günə qədər davam edən tarixi bir dövrdür. Bu dövrdə əsasən elm, texnologiya və beynəlxalq münasibətlər sürətlə inkişaf etmişdir. Kapitalizm əsas inkişaf mərhələsi olaraq qalır bu dövrdə də. Keçid alaq orta əsrlər dövrünün özünə məxsus mərhələlərinə. Orta əsrlər dövrü də 3 dövrə bölünür. Erkən feodalizm, inkişaf etmiş klassik feodalizm və son olaraq da son feodalizm dövrü. Erkən feodalizm dövrü şərqdə 3-cü 11-ci əsrləri, Avropada isə 5-ci 11-ci əsrləri əhatə edir. İnkişaf etmiş, yəni klassik feodalizm dövrü 11-ci 15-ci əsrləri əhatə edir ümumilikdə. Son feodalizm dövrü isə 16-cı 17-ci əsrləri əhatə edir. İndi isə keçid alaq zaman ölçü vahidlərinə. Nədir zaman ölçü vahidləri? Zaman ölçü vahidləri dedikdə biz əsr, rüb və minillikləri nəzərdə tuturuq. Əsr dedikdə bir əsr 100 ildən ibarətdir. Yəni birinci əsr dedikdə biz 1-dən 100-ə qədər olan illəri, aralıqda olan bütün illəri nəzərdə tuturuq. Daha sonra rüb anlayışı nə ifadə edir? Rüb anlayışı əsrin 4də biri deməkdir. Biz bilirik ki, bir əsr 4 rübdən ibarətdir və hər rübdə 25 il davam edir. Yəni burada sxemdə də verdiyim kimi birinci rüb, birinci 25-ci illəri, ikinci rüb 26-cı 50-ci illəri, üçüncü rüb 51-75, dördüncü rüb isə 76-100-cü illəri əhatə edir. Daha sonra keçək əsrin yarılarına. Əsrin birinci və ikinci yarısı olur. Əsrin birinci yarısı dedikdə biz birdən tutmuş 50-ci illər, əsrin ikinci yarısı dedikdə isə 51 və 100-cü il aralıqlarını nəzərdə tuturuq. Bu bizim eraya aiddir. Bizim era isə İsa Məsihin doğumundan sonraki dövrə deyilir. Bu dövrdə illər irəliyə doğru hesablanır. Eramızdan əvvəl dedikdə isə biz əsasən İsa Məsihin doğumundan əvvəlki illəri nəzərdə tuturuq və bu dövrdə isə illər geriyə doğru hesablanır. Bayaqda sadaladığım kimi əsrin birinci yarısı əgər 1-ci 50-ci illərə əhatə edirdisə, əsrin ikinci yarısı da 51-ci 100-cü illərə əhatə edirdisə, eramızdan əvvəl isə əsrin birinci yarısı dedikdə biz eradan əvvəl 100-cü ildən 50-ci ilə doğru, İkinci yarısı dedikdə isə 50-ci ildən 1-ci əsrə qədər olan illəri nəzərdə tuturuq. Yəni burada zaman oxu geriyə doğru gedir. İndi isə əsas təqvimlərə nəzər salaq. Təqvimlər 3 cür olur. Hicri təqvim, ilk təqvimdir bu, miladi təqvim və ay günəş təqvimi. Hicri təqvim ay təqviminə əsaslanır, miladi təqvim günəş təqviminə, ay günəş isə həm ay, həm də günəş təqviminə əsaslanan bir təqvimdir. Hicri təqvimi 622-ci ildə Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi ilə başlayır. Miladi təqvim İsa Məsihin anadan doğulması ilə başlayır və bu bizim hal-hazırda istifadə etdiyimiz başlanğıcını 1-ci ildən götürmüş miladi təqvimdir. İndi isə
tarixi mənbələr barədə danışaq. Tarixi mənbələr nədir? Tarixi mənbələr keçmiş haqqında məlumat verən mənbələrdir. Bütün maddi və yazılı sübutlardır. Həmçinin tarixi mənbələr əsasında öyrənilir tarix elmi. Tarixi mənbələrin özlərinə məxsus növləri vardır. Bunlar maddi mənbələr, yazılı mənbələr, şifahi mənbələr, etnoqrafik və dil mənbələridir. Bunların hər birinə aid nümunələr vermişəm, burada göstərmişəm. İstəsəz buradan oxuya bilərsiniz. Mən isə sizlərə mənbələrin nə məna kəsb etdiklərini başa salım. Maddi mənbələrdən başlayaq ilk olaraq. Maddi mənbələr keçmişdən qalan əşyalar və tikililərdir. Bunlar maddi mənbələrdir. Yazılı mənbələr yazı vasitəsilə dövrümüzə gəlib çatmış mənbələrdir. Adından da göründüyü kimi. Şifahi mənbələr də həmçinin nəsildən nəslə şifahi şəkildə ötürülən məlumatlardır. Etnoqrafik mənbələr xalqların məişəti, adət-ənənələri, həyat tərzi haqqında məlumat verir bizlərə. Son olaraq da dil mənbələri. Dil mənbələri də xalqların dil və yer adları haqqında məlumatları bizə çatdırır. Əziz və dəyərli izləyicilərimiz, beləliklə tarix fənninə giriş mövzusunu tamamladıq. Ümid edirəm ki, dərs sizin üçün faydalı oldu. Bu videonu bəyəndinizsə kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Hələlik.